burada məscidlərin böyük rolu var. Məscidlərin, xütbə verənlərin. Xütbə verənlər... Narazısınızmı verilən xütbələr? Narazıyam. Bir-iki dəfə də bildirmişəm bunu. Çünki, yox, indi mən hamısına toxunmaq istəmirəm. Onların içində yaxşı danışanlar da var, mövzuları. Lakin, bilirsiniz, məscidin imamı ölkədə vəziyyəti nəzər almalıdır, dünyada prosesləri. Nəzər almırlar. Və baxmalıdır, hansı daha münasib fikirdir. Çünki məscidə gəlirlər, yeganə yerdir ki, insan gəlir 15 dəqiqə, 20 dəqiqə, yarım saat oturur sakit, yalnız sən ona qulaq asmalısan. Danışmaq da olmaz. Yeganə məclis, məclis dünyada yoxdur. Mən cümə xütbəsində olmuşam. Orada o imamların böyük təsiri ola bilər. Məsələn, insanların fikirlərini düzəltmək üçün, dini cəhətdən, düzgün İslam təbliğ olunsa, düzgün o şübhələri gətirmək. Şübhələr nədir? Onları düzgün başa salmaq üçün ən gözəl yerlərdən biri də ora. Onlardan istifadə etmək lazımdır. Çünki fakt budur ki, bilirsiniz, onlar tutulurlar, düzəlmirlər.